Salam dostlar. Sizə əvvəlcədən söz verdiyim kimi miastenia gravis xəstəliyi haqqında qısa məlumat verəcəm. Mən həkim deyiləm. Mən miastenia gravis xəstəsiyəm. Bununla əlaqədar xəstəlik dövründə araşdırmalarım zamanı gördüm ki, bir çox insan bu xəstəlikdən anlayışı yoxdur və hətta bir çox həkimin belə bu xəstəliyi tam bilmir. Bu səbəbdən də bu xəstəliyin simptomları baş verdiyi zaman fərqli müalicə üsulları tətbiq edirlər. Bu da xəstəliyi azdırmağa və müalicəsini çətinləşdirir daha doğrusu. Mən bu xəstəliklə qoşulub xidmət edəndə qarşılaşdım. Daha doğrusu məndə baş vermiş timoma işıq xəstəliyi nəticəsində bu xəstəlik məndə yarandı. Düzdür, Hərbi Həkim Komissiyasının o vaxtki rəhbəri, indi bilmirəm işləyir, işləmir, bu xəstəliyin önəmli olmadığını bildirsə də mənə sıradan kənar verdi. Mən də bunu qəbul etmədim. Ordu sıralarından ayrıldım. Xəstəlik siz ayrıldım. Bununla əlaqədar bir çox problem yaşadım. Hal-hazırda sığortam ala bilmirəm, heç bir yerdə yardım yoxdur. Kirayə pullar və s. bir çox təminatdan kənaram. Öz istəyimlə çıxdığımı əsas göstərərək. Halbuki 20 il bitmişdi. Yəni mən xidmət müddəti başa çatdığına görə çıxmamaq baxmayaraq çöldə belə problemlərlə qarşılaşdım. Dövlət bu xəstəliyi maalesef sığortalamır. Bu xəstəlik son pandemiyadan sonra kütləvi şəkildə artış göstərir. Bunun ən böyük səbəblərindən birisi COVID virusu və eyni zamanda ona qarşı istifadə olunan iynədir. Bu mənim qəlbi qənaətdir və bir çox araşdırmalarında da buna oxşar məsələlər qarşıma çıxır. İnternet resurslarından dünya səviyyəsində bunu əlimdən gəldiyi qədər araşdırmışam. Qısa məlumatlar verəcəm sizlərə. Bu xəstəlik gözə görünməz bir xəstəlik olaraq adlanır. Əzələlərin zəifləməsi və tez yorulması ilə başlayır. Məndə birinci pitoz göz qapağının düşməsi də başlamışdı. Sonradan artaraq davam elədi. Bu xəstəliyin olanların əsas yoxlatdırılması gerəkən bir şey timus vəzi və onda baş vermiş timoma işidir. Timoma işi götürülməzsə xəstəliyi kontrol altına almaq çox çətin olur. Əsasən stres mənşəli olur. Bu xəstəliyə düçar olan insanlar stresdən uzaq olmalıdırlar. Bu xəstəliyi aşkar etmək üçün qanda olan antikorların miqdarı və MRT yoxlanış vasitəsilə bu xəstəliyin olub-olmaması yoxlanıla bilir. Bu xəstəliyi qısa analogiyadə izah etsək, sinir sistemi, əzələ sisteminə onu hərəkətə keçirmək üçün bir asetilkolin deyə bir kimyəvi maddə göndərir. Bədən bunu yad maddə olaraq qəbul edir və immun sistemi vasitəsilə bu maddəni məhv edir. Bu səbəbdən də əzələyə gedən komanda zəif tutulur. Yəni əzələ 100% deyil də 30% ilə işləməyə başlayır. Bu da qidalanmaqda, yemək yeməkdə, danışmaqda ciddi problemlər yaradır. Əsasən bu xəstəlik olan insanlarda timusun timoması aşkar olunur və o götürülməsə xəstəliyin kontrol altına almaq çox çətindir.
Birinci əlamətlərdən biri pitozlu göz qapağının düşməsidir. Göz qapağı bu şəkildə əsasən sağ göz qapağı bağlanır və istemsiz şəkildə açmaq çətinləşir. Diğer əlamət çiynəmədir, udqunmadır, nit pozukluğudur, üzün ifadəsində dəyişikliklərdir. Qollar, ayaqlar zəif olur, boyunda zəifləmə baş verir. Əsas inkişaf elədikcə xəstəlik nəfəs darlığı baş verir və miyastik kriz baş verir ki, bu da həyati əhəmiyyətlidir. Mən bir dəfə bu miyastik krizi yaşamışam. Bədən akciyərlərdə atkaz eləyir və nəfəs ala bilmədiyin üçün yarı koma vəziyyətinə düşürsən. Vaxtında müdaxilə olmazsa geri dönüşü çətin problemlər baş verə bilər. Dediyim kimi, bunun diaqnozu qan testləridir, qanda antenlərin yoxlanmasını, EMG-dir və digər yoxlanışlardır ki, bunlar vasitəsilə bu xəstəliyin var olub olmadığı müəyyən olunur. Bu xəstəliyin müalicəsi daimadır, tam müalicəsi maalesef yoxdur. Xüsusilə də Azərbaycanda bu xəstəliyə tam müalicə olunmur. Əsasən Almaniya, Amerikada bunun müalicələri var, amma uzun müddətlidir və maddiyatı $400.000-dan $30.000 başlayır, $400.000 qədər davam edir. Uzun bir prosesdir, çətin bir prosesdir. Buna görə o səviyyəyə gəlməmək üçün bu xəstələr özlərinə çox diqqət etmək məcburiyyətindədirlər. Gündəlik həyatda miyastik qravs xəstələri düzgün yuxu rejimi olmalıdır, qida seçimi düzgün olmalıdır, fiziki aktivliyi yorucu olmayacaq səviyyədə olmalıdır. Hər peyvənd, hər dərman istifadə edə bilməz. Miyastiklə ayrılmış, tövsiyə olunan dərmanları vaxtında, saatında istifadə etməlidir. Daima saatını və vaxtını dəyişməməlidir. Stressdən, əsəbdən uzaq olmalıdır. Kesinliklə infeksiyonlu xəstəlik tutmamalıdır. Sosial dəstək mütləqdir. Ailə, dostlar, mütləq sosial dəstəyi olmalıdır. Bu xəstəliyə içinə qapanma olmaz. Daima aktiv həyat tərzi sürməlidir. Miyastik krizi olduğu zaman mütləq təcili tibbi yardıma xəstəlik barəsində məlumat verilməli. Gəldiyi zaman mütləq süni tənəffüs aparatlarından istifadə olunmalıdır. Dostlar, əlavə də bu xəstəlik barəsində bildiyimdən, etdiyimdən zaman içərisində deməyə çalışacağım. Bu xəstəliklə bağlı hər kəsi məlumatlandırmağa çalışacağım. Bu qarşınıza çıxdığı zaman paylaşın. Bütün hər kəs bundan məlumatlı olsun. Əks təqdirdə yanlış müalicələr bu xəstəliyi geri dönülməz bədəldə zərərlər gətirib çıxara bilər. Təşəkkür edirəm. Allah şəfa versin. Hər kəsə can sağlığı istəyirəm. Sağ olun.